Resulullah sallallahu aleyhi ve sellem dünyadan köçəndə Əleyhisselam çağırdı, qulağına bir söz dedi. Burada hamı çıxsın otaqdan çıxdı, Əleyhisselam çağırdı, qulağına bir söz dedi. Həzrət çıxanda otaqdan dedilər, ya Əli, nə dedi Peyğəmbərsin? Bu ki, Peyğəmbər mənə 1000 qapı açdı, elm qapısı. Hər qapıdan da 1000 dənə elm qapısı açdırdı. 1 milyon elm öyrətdi. 2 dəqiqə. 1 milyon elm öyrətdi 2 dəqiqə. Minə buranın neçə eləyib? 1 milyon elm öyrətdi. Bu nə deməkdir? Əli başa düşür, həmin sözü desəydi, Salman orada o boyda başa düşməyəcək. Salman kim? Əhl-i beytdəndir, onu başa düşməyəcək. O təzədə başa düşməyəcək. Tərəf soruşdu ki, bəs qədim peyğəmbərlər, onlar heç Həzrət Əlini tanımırlar, sevsinlərdir. O peyğəmbərlərə iman gətirənlər Həzrət Əlini tanımırlar, sevsinlərdir. Onlar neçənci əsrdə, Əleyhisselam olur neçənci əsrdə. Yolların düşmənləri, fironlar, nəmrudlar, şəddadlar, qarunlar, onlar Həzrət Əlini tanımırlar, nifrət eləsinlər. Onlar necə? Onlar cənnət, cəhənnəm məsələsinə aid deyirlər. İmam buyurdu, aiddirlər. Bəs onlar necə? İmam buyurdu, qədim peyğəmbərlər də Əlini sevdikləri üçün imanları qəbuldur. Cənnət edəcəkdir. Qədim möminlər də hakeza. Dedi, bunu izah eləməz. Necə o peyğəmbərlər var? Rüləzin peyğəmbərlər. Allah Həzrət Əlini sevir, peyğəmbər də Həzrət Əlini sevir. Dedi, böyle sevir. Dedi, mümkündür Allahın sevdiyini 124 min peyğəmbərdən hər hansı biri sevməsin. Peyğəmbərin sevdiyini 123.999 peyğəmbərdən hər hansı biri sevməsin. Onlara iman gətirənlər sevməsin. Düz mümkündür. Sevirlər.